Salam əziz şagirdlər. Növbəti video dərsimiz trigonometrik toplama düsturlarıdır. Başlayaq birincisindən. Sinus alfa üstəgəl beta bərabərdir. Sinus alfa kosinus beta üstəgəl sinus beta vurulsun kosinus alfa. Sinus alfa çıxılsın betaya baxaq. Sinus alfa kosinus beta çıxılsın sinus beta vurulsun kosinus alfa. Gəlin bunlara aid nümunələrə baxaq. Sinus 20 dərəcə vurulsun kosinus 15 dərəcə üstəgəl kosinus 20 vurulsun sinus 15. Baxdığımız zaman bizim birinci düsturumuza bənzəyir. O zaman sinus alfa üstəgəl betaya yığsaq, bu arada burada 25 dərəcədir. Sinus 20 üstəgəlinsin 25 dərəcə, o da verəcək sinus 45 dərəcə bərabərdir. Sinus 45'də də kök 2 bölünsün 2'ye. Deməli, keçək digər sualımıza. Bu tipdə bir sual buraxılış imtahanında da düşüb. Sinus alfa vurulsun kosinus beta çıxılsın sinus vurulsun sinus alfa çıxılsın beta. Gəlin açaq. Sinus alfa kosinus beta çıxılsın. Gəlin mötərizədə açaq. Sinus alfa kosinus beta minus sinus beta kosinus alfa. Sadələşdirək. Mötərizənin qarşısındakı mənfiyə görə işarələrini dəyişəcəyik. Sinus alfa kosinus beta minus sinus alfa kosinus beta plus sinus beta kosinus alfa. Biri müsbət, biri mənfi islah olundular və qaldı geriyə sinus beta kosinus alfa. Cavabı da elə bu formada istəyəcək. Keçək kosinusların cəm düsturlarına. Kosinus alfa üstəgəl beta bərabərdir. Kosinus alfa kosinus beta çıx sinus alfa sinus beta. Alfa çıxılsın beta olanda isə kosinus alfa kosinus beta üstəgəl sinus alfa sinus beta. Gəlin bunlara da aid nümunəyə baxaq. Kosinus 52, kosinus 21 çıxılsın sinus 52, sinus 21. Baxdığımız zaman bizə yuxarıdakı düsturu oxşadırıq. O zaman olacaqdır kosinus 52 üstə gəlinsin. Əgər çıxmadısa müsbəti ilə götürəcəm 21 bölünsün sinus 17 dərəcə. O da bərabərdir. 52'nin üstünə 21 gəlsək eləyəcək 73 bölünsün sinus 17. Çevirmə düsturlarına görə kosinus 73 dərəcəni çevirsək, kosinus biz bilirik ki 73 ilə 17'nin cəmi 90'a bərabərdir, elə deyilmi? O zaman biz 73'ü 90 çıxılsın 17 formasında da ifadə eləyə bilərik. Çevirmənin qaydasına əsasən kosinus 90'da adını dəyişir, çevrilir, qoşması olur sinus 17 dərəcə. Birinci rübbün bucağıdır deyə müsbət olacaq. Sinus 17'ni də sinus 17'yə bölsək, cavab da eləyəcək 1. Keçək digər nümunəmizə. Kosinus 3 vurulsun kosinus 27 vur kosinus 60 çıx sinus 3 vur sinus 27 vur sinus 30. Bizim burada bildiyimiz kosinus 60 və sinus 30 dərəcələridir. Gəlin qiymətlərini yerinə qoyaq. 2'də 1 vurulsun kosinus 3 dərəcə vur kosinus 27 çıx sinus 30'un da qiymətini yazaq. 2'də 1 sinus 3 dərəcə vur sinus 27. Hər ikisində 2'də 1 var. Onu ortaq vuruq olaraq mötərizənin xaricinə çıxardırıq. Kosinus 3 dərəcə vurulsun kosinus 27 plus sinus minusdur. Minus sinus 3 dərəcə vurulsun sinus 27. Deməli, kosinus alfa kosinus beta çıx sinus alfa sinus beta. Bizə kosinus alfa üstəgəl beta'nın açılışını verir. 2'də 1 kosinus 3 üstəgəl 27 yazacağıq. 3 ilə 27'nin cəmi də 30 dərəcə eləyəcək. 2'də 1 kosinus 30 dərəcə. Kosinus 30 dərəcədə də eləyəcək kök 3 bölünsün 2. Vurduq. 2'də 1'i kök 3 bölünsün 2'yə. 4'də kök 3. Tangens alfa üstəgəl beta bərabərdir. Tangens alfa üstəgəl tangens beta
bölünsün 1 çıxılsın tangens alfa tangens beta. Həmçinin tangens alfa çıxılsın beta da olacaqdır. Tangens alfa çıxılsın tangens beta böl 1 üstə gəlinsin tangens alfa üstə gəl tangens beta. Deməli, tangens 45 üstə gəl alfa bərabərdir 3-dürsə, bizdən tangens alfanın nəyə bərabər olduğunu soruşur. Gəlin toplama düsturuna görə açaq. Olacaqdır. Tangens 45 üstə gəlinsin alfa bərabərdir. Surətdə tangens 45 üstə gəlinsin tangens alfa böl 1 çıxılsın tangens 45 vurulsun tangens alfa. O da bərabərdir 3-ə. Tangens 45'də alır 1. 1 üstə gəlinsin tangens alfa böl 1 çıxılsın tangens alfa. Bərabərdir 3-ə. Məxrəcinə 1 yazırıq və çarpaz vuraraq həll eləyək. 3 minus 3 tangens alfa bərabərdir 1 üstə gəl tangens alfaya. Məchulları bir yerə yığsaq 4 tangens alfa bərabərdir 2-yə. Tangens alfa da bərabərdir 2 bölünsün 4-ə. O da bərabərdir 2-də 1-ə. Keçək kotangens alfa ilə olan sualımıza. Kotangens alfa 3-də 2-dir. Tangens alfa çıxılsın 45-i istəyir. Düsturu açırıq. Tangens alfa çıxılsın tangens 45 bölünsün 1 üstə gəlinsin tangens alfa vurulsun tangens 45. Biz tangensin 45 dərəcəsinin əzbər bilirik. Ancaq tangens alfanın nə olduğunu bilmirik. Kotangens alfa 3-də 2-yə bərabərdirsə, biz bilirik ki, tangens onun nəyidir? Tərsi. Tangens alfa da bərabər olacaq 2-də 3-ə. Gətirək yerinə qoyaq. 2-də 3 çıxılsın 1 bölünsün 1 üstə gəlinsin 2-də 3. O da bərabərdir. 2-də 3 bizə verir 1 tam 2-də 1, yəni 1 tam 10-da 5. Çıxılsın 1, o da eləyəcək 0 tam 10-da 5. Böl 1 üstə gəl 1 tam 10-da 5-də 2 tam 10-da 5-i verir. Vergüldən sonraki ədədlərin sayı eyni olduğuna görə vergülləri atdıq. 25-də 5, o da bərabərdir 5-də 1-ə. Tangens 5 pi bölünsün 36 üstə gəl. Tangens pi bölünsün 9. Böl 1 üstə gəl. Tangens 31 pi bölünsün 36 vurulsun tangens pi bölünsün 9. Gəlin buradakı bütün dərəcələri, radianla ifadə olunanları keçirək dərəcəyə, bucağa. 5 pi bölünsün 36 verəcək bizə 25 dərəcəni. Pi 180'da 180 36'ya böləndə 5, 5 vur 5, 25. Üstə gəl, tangens pi böl 9, yəni 20 dərəcə. Böl 1 üstə gəlinsin, 31'i 5'ə vuranda eləyəcək 155 və tangens 20 dərəcə. Baxırıq ki, əslində tangens alfa üstə gəl betanın açılışına bənzəyir. Sadəcə olaraq burada tangens 55 yerində tangens 25 olmalıdır. 155 və 25'in cəmi 180'a tamamlandığına görə çevirmə düsturundan köməkliyi istəyəcəyik uşaqlar. Deməli, tangens 155 dərəcəni yazacağım. Tangens 180 çıxılsın 25 kimi. Biz bilirik ki, trigonometrik funksiyalar 180, 90'ın cüt misirlərində adını dəyişmir. Qalacaq tangens olduğu kimi 25 birinci rübün bucağına çevrildi və ikinci rübdə isə tangens mənfi qiymət aldığına görə qarşıya da mənfi atacağıq. O zaman olacaqdı misalımız bax belə. Tangens 25 üstə gəlinsin tangens 20 dərəcə. Dərəcələrini də yazaq. Böl 1 üstə gəlin yerinə minus yazacağıq. 1 minus tangens 25 dərəcə vurulsun tangens 20 dərəcə. Bu da trigonometrik toplama düsturlarından tangens alfa üstə gəl betanın açılışını verir. Olacaqdı tangens 25 üstə gəlinsin 20. Tangens 45 dərəcə və o da 1. Tangens alfa çıxılsın, tangens beta mənfi 18, kotangens alfa çıxılsın, kotangens beta isə 2 olarsa bu ifadənin nəyə bərabər olduğunu tapın. Biz bilirik ki, bunun açılışı bərabərdir. Tangens alfa çıxılsın, betanın açılışı bərabərdir. Tangens alfa çıx, tangens beta böl 1 üstə gəl, tangens alfa vur, tangens beta. Tangens alfa çıxılsın, tangens betanın nəyə bərabər olduğunu bizə veriblər.
Tangens alfa vur tangens bettanın isə nəyə bərabər olduğunu biz bilmirik. Ancaq kotangens alfa çıx kotangens bettanı da bizə veriblərsə, deməli biz buradan istifadə eləyərək nəyisə tapa bilərik. Kotangens 1 bölünsün tangens alfa olduğunu nəzərə alsaq, 1 çıx tangens alfa, 1 böl tangens alfa çıx 1 böl tangens betta bərabərdir. Tangens alfa vur tangens betta. Ortaq məxrəcimiz tangens alfa vur tangens betta oldu. Tangens betta çıxılsın tangens alfa. Deməli, tangens alfa ilə tangens bettanın hasilini bilmirəm, amma tangens bettadan tangens alfanı çıxanda müsbət 18 olduğunu bilirik. Çünki tangens alfadan tangens bettanı çıxanda mənfi 18 eləyirsə, əksi də müsbət 18 olacaq. 18 bölünsün tangens alfa vur tangens betta bərabərdir 2-yə. O da olacaqdır hasilimiz 9. Gətirək yazaq yerində. Tangens alfa çıx tangens betta, yəni mənfi 18 böl 1 üstə gəlinsin 9. O da eləyəcək 10-da mənfi 18. İxtisarlarımızı eləsək olacaqdır mənfi 9 bölünsün 5 mənfi 1,8. Sonra isə keçək kotangens alfa çıxılsın betta və kotangens alfa üstə gəl bettaya. Deməli, kotangens alfa çıxılsın bettanı iki cür də tapmaq olar. Tangensini tapıb tərsinə də çevirə bilərsiniz və yaxud da ki, kotangens alfa üstə gəl kotangens betta yox. 1 çıxılsın kotangens alfa kotangens betta bölünsün kotangens betta üstə gəl kotangens alfa. Həmçinin minusunda da 1 üstə gəlinsin kotangens alfa kotangens betta böl kotangens betta çıxılsın kotangens alfa düsturu ilə tapmaq olar. Ona aid nümunələrdə yenə həmçinin tangens alfa üstə gəl betta ilə eyni gedişatdadır. İndi isə keçək 2 qat və yarım arqument düsturlarına. Sinus 2 alfanın açılışı 2 sinus alfa kosinus alfaya bərabərdir. 2 qat arqumentlər bizə yaranır uşaqlar. Sinus alfa üstə gəl betta düsturunda bettanın yerinə alfa yazsaq sinus 2 alfa olacaqdır və düsturda bettaların hamısının yerinə alfa qoyduğumuz zaman bu düstur əmələ gəlir. Həmçinin kosinus 2 alfa da bərabərdir. Kosinusun kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Əsas eynilikdəki düsturları gətirib burada yerinə qoysaq, əlavə olaraq 2 kosinusun kvadratı alfa çıx 1 və 1 çıxılsın 2 sinus kvadratı alfa düsturlarını da alarıq. Hər 3 düstur da işlək formadadır. Tangens 2 alfa bərabərdir 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfaya. Həmçinin kotangens 2 alfa isə kotangens kvadratı alfa çıx 1 bölünsün 2 kotangens alfa düsturu ilə tapılır. Gəlin bunlara aid nümunələrə baxaq. 2 tangens alfa bölünsün 1 çıx tangens kvadratı alfa. Baxdığımız zaman bizə dərhal tangens 2 alfanın açılışına oxşadığını görürük. Tangens 2 vurulsun 15 dərəcə, tangens 30 dərəcə. O da bərabərdir kök altında 3 bölünsün 3'ə. Kosinus 2 alfa çıxılsın. Sinus 2 alfa vurulsun tangens alfa. Kosinus 2 alfanın açılışı kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa minus sinus 2 alfanın açılışı 2 sinus alfa vurulsun kosinus alfa. Vur tangensdə sinus bölünsün kosinus olduğunu nəzərə alsaq, kosinuslarımız ixtisar olunacaqdır. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa minus 2 sinus kvadratı alfa. Gəlin kosinus kvadratı alfanın yerinə də 1 çıxılsın sinus kvadratı alfa yazaq. Çıxılsın sinus kvadratı alfa minus 2 sinus kvadratı alfa oldu. Deməli, indi buradan bu da sinus kvadratı, bu da sinus kvadratı mənfi 2, bu da 2 olduğu zaman 1 çıxılsın 4 sinus kvadratı alfaya gələcək. İndi bizdən burada cavablar olmadığına görə bilmirik ki, bu formada istəyir, yoxsa dərəcə azaltma tətbiq olunmağını istəyir. Ancaq düsturlarını tətbiq eləyib yazdıq. Sonra 2 sinus 22 dərəcə 30 dəqiqə vurulsun kosinus 22 dərəcə 30 dəqiqəyə. Biz
İlk əvvəl həndəsənin əsas anlayışlarında bilib öyrənmişik ki, 60 dəqiqə 1 dərəcədir, 30 dəqiqə isə o zaman 0,5 dərəcə olacaq və 2 sinus 22,5 dərəcə vurulsun kosinus 22,5 dərəcəyə. Bu da bərabərdir. Sinus 2 alfanın açılışına sinus 2 vurulsun 22,5. O da eləyəcək sinus 45 dərəcə. Sinus 45 dərəcədə də alır. Kök 2 bölünsün 2. Keçək digər nümunəyə. Kosinus alfa bərabərdir. 1 böl kök 3 çıxılsın sinus alfa və sinus 2 alfanı istəyir. O zaman uşaqlar diqqətlə qulaq asın və dinləyin məni. Əgər bizə kosinus alfa çıxılsın kosinus beta, sinus alfa, kosinus alfa üstə gəlinsin sinus alfa və yaxud da hasili verib, cəmi verib hasili istəyirsə, həmişə biz orada hər iki tərəfi cəm verilən və yaxud da ki, fərq verilən versiyada hər iki tərəfi kvadrata yüksəldəcəyik. Kosinus alfa üstə gəlinsin sinus alfa bərabərdir 1 böl kök 3. Hər tərəfi kvadrata yüksəltsək, kosinusun kvadratı alfa, üstə gəl 2 sinus alfa vurulsun kosinus alfa, üstə gəl sinus kvadratı alfa bərabərdir 1 böl 3-ə. Deməli, kosinus kvadratı alfa üstə gəl, sinus kvadratı alfa bizə 1-i verir. Sinus 2 alfa isə 2 sinus alfa kosinus alfa olduğunu nəzərə alsaq, 1 üstə gəl sinus 2 alfadır, o da bərabərdir 3-də 1-ə. Sinus 2 alfa isə bərabər olacaqdır 3-də 1 çıxılsın 1 mənfi 3-də 2-yə. Keçək digər suala. Sinus alfa bərabərdir 5-də 3. Alfa ikinci rübün bucağı olarsa açılışına tapaq. 3 pi bölü 2 270 dərəcədir və onu tətbiq olunacaqdır. Çevirmə düsturu. Tangens 270 dərəcədə adını dəyişir, olur kotangens. Kotangens 2 alfanı soruşur. Deməli, 3-cü rübdə bucağı olduğuna görə də işarədə bizə mənfini, müsbəti verəcək. Ona görə də heç bir problem yoxdur. İndi kotangens 2 alfamızı istəyirsə, biz iki formada yaza bilərik. Tangens 2 alfanı tapaq. Tərsinə çevirək, o da olsun kotangens 2 alfa. Ya da birbaşa kotangens 2 alfanın düsturunu tətbiq eləyəcəyik. Tangens 2 alfada 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfadır. Deməli, bizə trigonometrik funksiyalardan birini verib. Digəri lazımdırsa, ən səmərəli üsul rübbü də verdiyi zaman düz bucaqlı üçbucaq usuludur. Gəlin düz bucaqlı üçbucağımızı çəkək və bu bucağı götürək. Bilirik ki, sinus qarşıdakı katet bölünsün hipotenuzdur. Burada 4 olacaq. Daha sonra bizdən bu bucağın tangensini istəyirsə, tangens alfa da bərabərdir. Nəyə? Qarşıdakı katet bölünsün bitişik katete, yəni 3 bölünsün 4-ə və ikinci rübbün bucağı olduğunu da nəzərə alsaq, qarşısına da qoyacağıq mənfi. Çünki tangens ikinci rübdə mənfi qiymət alır. Gətirək yerinə qoyaq. 2 vurulsun mənfi 4-də 3 böl 1 çıxılsın 4-də 3-ün kvadratı. Mənfi 4-də 3-ü 2-yə vuranda mənfi 2-də 3 eləyəcək. Məxrəcdə isə 1 çıxılsın 16-da 9. 1-dən 16-da 9-u çıxsaq, olacaqdır 16-da 7. Mənfi 2-də 3-ü də 16-da 7-yə böləndə tərsinə çevirib vururuq. 16 qalxır yuxarıya, 7 düşür aşağıya. 2 ilə 16 ixtisar olundu, qaldı burada 8. Mənfi 7-də 24. Mənfi 3,7-də 3-ə bərabərdir. Sonra keçək digər sualımıza. Kosinus kvadratı 5 çıxılsın 2-də 1 kosinus 10 dərəcə. Deməli uşaqlar, kosinus kvadratı 5 minus 2-də 1 vurulsun. Kosinus 10 dərəcəni kosinus 2 vurulsun 5 dərəcə kimi yazacağıq və yalnız kosinusla olan düsturundan istifadə eləyəcəyik. Kosinus kvadratı 5 dərəcə çıx. 2-də 1 vurulsun, aç mötərizə. 2 kosinus kvadratı alfa, yəni 5 dərəcə çıxılsın 1-ə. 2-də 1-ə vurub açsaq, kosinus kvadratı 5 çıx. 2-də 1 ilə 2 getdi. Kosinus kvadratı 5. Bu da mənfi, bu da mənfi. Müsbətə çevriləcək 2-də 1. Müsbət mənfi islah olunur. Cavab qalır 2-də 1.
Daha sonra keçək digər sualımıza. Sinus 60 dərəcə bölünsün sinus üstü 4, 15 çıxılsın kosinus üstü 4, 15 dərəcəyə. Ümumiyyətlə uşaqlar bir qayda olaraq yadınızda saxlayın ki, kosinus üstü 4 alfa çıxılsın sinus üstü 4 alfa bərabərdir həmişə kosinus 2 alfaya. Gəlin isbatını göstərək. Biz bilirik ki, kosinus üstü 4 alfanı kosinus kvadratının kvadratı, sinus üstü 4 alfanı da sinus kvadratının kvadratı kimi göstərmək olar. O zaman bunu kvadratlar fərqi kimi yazsaq, sinus kvadratı alfa, daha doğrusu kosinus gəlir birinci. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Kosinus kvadratı alfa üstə gəlinsin sinus kvadratı alfa. Kosinus kvadratı ilə sinus kvadratının cəmi verəcək bizə 1-i. Bu isə verəcək bizə kosinus 2 alfanı. Kosinus 2 alfanı da 1'e vuranda eləyəcək kosinus 2 alfa. Ona görə də harda bunu görürüksə yerinə kosinus 2 alfa yazacağıq. Sadəcə olaraq burada yerlərini dəyişiblər. Ona görə də qarşıya mənfi atırıq. Mənfi kosinus 2 alfa, yəni mənfi kosinus 2 vurulsun 15 dərəcə olacaq. Həmçinin sinus 60 dərəcədə yuxarıda. 2 vurulsun 15 kosinus 30'dur. Sinus 60 bölünsün kosinus 30'u. Tək-tək aldığı qiymətləri də yerinə qoyub ixtisar eləmək olar. Və yaxud da uşaqlar onları toplayanda 90 dərəcə eləyirsə, alfa üstə gəl beta 90'dırsa, yəni tamamlayıcı bucaqlardırsa, sinus alfa kosinus betaya bərabərdir. Biz bunu bilirik və o zaman da onların nisbəti 1, lakin mənfi 1 olacaq qarşıdakı mənfiyə görə. Keçək yarım arqument düsturlarına. Yarım arqument düsturları bizim sinus 2 alfadan və yaxud da ki, uşaqlar bizim dərəcə azaltma düsturlarımızdan əmələ gəlir. Sinus alfanı bilirik ki, biz sinus 2 alfa nədir? 2 alfa, 2 sinus alfa, kosinus alfadır, elə deyilmi? Əgər mən buradakı alfanın yerinə alfa bölü 2 yazsam, o zaman bunlara da alfa bölü 2 yazırıq. Sadəcə olaraq bu ikilər ixtisar olunur və sinus alfa alınır. Kosinus alfa da uşaqlar 2 vurulsun, alfa bölünsün 2 şəklində yazsaq, o zaman onu elə bil ki, buradakını kosinus 2 arqument beləcəkdə 2 qat arqument şəklində göstərirəm. Həmçinin o da bu düstura bərabər olacaq. Digərləri də eyni formada tangens alfanı 2 vurulsun alfa bölü 2 şəklində göstərmişik. Həmçinin də uşaqlar yarım arqument düsturu ilə yanaşı gəlin belə bir şey də göstərim sizə. Sinus 4 alfa ilə və yaxud da ki kosinus 6 alfa ilə rastlaşa bilərik. Biz bunları 2 qat arqument düsturunun köməkliyi ilə yazmaq olar. 2 vurulsun 2 alfa şəklində yazırıq və o da bizə 2 sinus 2 alfa kosinus 2 alfa və yaxud da ki kosinus 6 alfanı 2 vurulsun 3 alfa şəklində göstərirəm. Kosinus kvadratı 3 alfa çıxılsın sinus kvadratı 3 alfa şəklində də qeyd eləyə bilərik. Həmçinin də digər düsturlarda da burada da dərəcə azaltma düsturudur uşaqlar. Həm orada sinus alfa bərabərdir. Kök altında 1 çıxılsın kosinus 2 alfa bölünsün. Məsələn, kosinus kvadrat alfa bərabər bölünsün 2'yə. O zaman o da olacaqdır. 2 alfa bölü 2 vurulsun alfa bölü 2 şəklində yazdığımız zaman bu düstura gələcək. İndi keçək. Tangens alfa bölü 2 bərabərdir. 1 çıx kosinus alfa bölü sinus alfa və yaxud da sinus alfa bölünsün 1 üstə gəl kosinus alfa. Bu düsturdan istifadə edəcəyimiz misallar da rastımıza çıxacaqdır. Dərəcəni aşağı salma düsturlarına keçək. Sinus kvadratı alfa bərabərdir uşaqlar. Deməli 1 çıxılsın kosinus 2 alfa bölünsün 2'yə. Kosinus kvadratı alfa 1 üstə gəl kosinus 2 alfa bölünsün 2'yə. Tangens kvadratı alfa 1 çıxılsın kosinus 2 alfa böl 1 üstə gəl kosinus 2 alfaya. Həmçinin kotangens kvadratı alfa isə deməli kosinus 2 alfa çıxılsın kosinus 2 alfa çıxılsın 1 böl kosinus 2 alfa üstə gəl 1 düsturu ilə tapılır və ona uyğun olaraq da misallar bu formada davam eləyir. Cəmdən hasilə keçid düsturlarına baxaq uşaqlar. Deməli sinus alfa üstə gəl sinus beta bərabər olacaqdır. 2 sinus alfa üstə gəl beta bölü 2 vur kosinus alfa çıxılsın beta bölü 2'yə. Sinus alfa çıxılsın sinus beta düsturunda 2 sinus alfa çıxılsın beta bölü 2 vurulsun kosinus alfa üstə gəl beta bölü 2'yə. Kosinus alfa üstə gəl kosinus beta düsturu 2 kosinus alfa üstə gəl beta bölü 2
vurulsun kosinus alfa çıxılsın beta bölü 2. Hər ikisi kosinusdur. Kosinus alfa çıx kosinus beta da mənfi 2 sinus bir dəfə cəminin yarısına, bir dəfə isə hasilinin yarısına, fərqinin yarısına bərabərdir. Tangens alfa üstəgəl tangens beta isə sinus əgər üstəgəldirsə alfa üstəgəl beta böl kosinus alfa kosinus beta, fərqidirsə ortada çıxması olacaqdır. Yəni sinus alfa çıx beta böl kosinus alfa kosinus beta. Kotangens alfa topla betada isə müsbətə müsbət, mənfiyə mənfi uyğun gəlir. Yuxarıda sinus alfa üstəgəl beta bölünsün. Sinus alfa sinus beta. Həmçinin də burada mənfi olanda da aşağıya mənfini veririk. Gəlin baxaq bu düsturlara. Sinus pi bölü 2 üstəgəl sinus 5 pi bölü 12. Hər ikisini əvvəlcə dərəcəyə çevirirəm. Sinus 15 dərəcə üstəgəlinsin. Sinus 75 dərəcə. O da bərabərdir 2 sinus bir dəfə cəminin yarısıdır. 15 ilə 75-in cəmi 90, 90-ın yarısı 45 dərəcə eləyəcək. Vurulsun. Bir dəfə isə kosinusda 15-dən 75-i çıxıb bölürük 2-yə. 15-dən 75-i çıxanda mənfi 60, mənfi 60-ın yarısı mənfi 30. Sadəcə olaraq bizim kosinusumuz cüt funksiya olduğuna görə içərisindəki mənfini itirir. Ona görə də müsbət şəklində göstərilir. 45 dərəcədə isə alacaqdır kök 2 bölünsün 2. Kosinus 30 dərəcədə alacaqdır kök 3 bölünsün 2. 2-lər getdi. Kök 6 bölünsün 2-yə bərabərdir. Keçək digər sualımıza. Kosinus 47 üstəgəl kosinus 73 bölünsün sinus 77-yə. Gəlin yuxarıdakı düstura cəmdən keçək hasilə. 2 kosinus bir dəfə cəminin yarısı 47 ilə 73-ün cəmi eləyəcək 120, yarısı 60 dərəcə. Fərqi isə eləyəcək 43-dən 73-dən 47-ni çıxanda isə olacaqdır. Burada 3 buradan 4 6, 6'dan 26 mənfi olur. Kosinus cüt funksiya olduğuna görə içindəki mənfini itirir və yarısı da olacaqdır 13 dərəcə. Kosinus 13 dərəcə böl sinus 77. Deməli, sinus 77 və kosinus 13 toplayanda bucaqlarımızı 90 dərəcə eləyir və mən qeyd eləmişdim ki, cəmi 90 dərəcə olan bucaqlar tamamlayıcı bucaqlardır və onların birinin sinusu digərinin kosinusuna bərabərdir, ixtisar olunur. 2 kosinus 60 dərəcə eləyəcək və kosinus 60 dərəcədə də alır 2-də 1. Onların da hasili bərabərdir 1-ə. Kosinus 73, kosinus 47 və kosinus 13 dərəcə. Deməli, gəlin əvvəlcə bu ikisini götürək, cəmdən hasilə keçək. 2 kosinus 73 və 47 biraz əvvəl yazdığımda 2 kosinus 60 dərəcə vurulsun kosinus 13 dərəcə. Çıxılsın kosinus 13 dərəcə və kosinus 60'da 2'də 1 alır. 2 ilə 2'də 1 ixtisar olundular. Kosinus 13 dərəcə çıxılsın kosinus 13 dərəcə. Bunlar getdi, qaldı 0. İndi isə keçək hasildən cəmə keçid düsturlarına. Sinus alfa vurulsun sinus beta bərabərdir 2'də 1. Açma ötərizə kosinus alfa çıxılsın beta minus kosinus alfa üstəgəl beta. Kosinus alfa vur kosinus beta bərabərdir 2'də 1. Kosinus alfa üstəgəl beta plus kosinus alfa çıxılsın beta. Həmçinin sinus alfa vur kosinus beta düsturumuzda 2'də 1. Sinus alfa üstəgəl beta plus sinus alfa çıxılsın betaya bərabərdir. Hasildən cəmə keçidlə bağlı bir ipucu verəcəm. Əgər bizdən sinus alfa vur sinus 2 alfa, sinus alfa vur kosinus 2 alfa, kosinus alfa vur kosinus 2 alfa formasında biri digərinin 2 misli olan hasillər verilərsə, rübbə diqqət yetirməklə cavabı 4'də 1 qeyd edə bilərik. Çünki müəyyən bir əməliyyatlardan sonra mütləqdir ki, cavab 4'də 1'ə gələcək. Yalnız işarəyə, yəni rübbə diqqət yetirmək lazımdır. Həmçinin bunun üçlü formasında da, yəni alfa, 2 alfa və 4 alfa formasında da verilərsə, rübbə diqqət yetirərək cavabı 8'də 1 qeyd edə bilərik. Keçək bunlara aid nümunələrə. 2 sinus 10 dərəcə vurulsun sinus 40 dərəcə plus kosinus 50 dərəcəyə. İlk əvvəl sinus 10 vur sinus 40'dan hasildən cəmə keçək. 2'də 1, 10 qarşıda yazaq. Kosinus
10 çıx 40. 10-dan 40 çıxsaq eləyəcək 30, -30. Sadəcə olaraq cüt funksiya olduğuna görə içərisindəki mənfini itirir. Kosinus 30 minus sinus 10-dan sinus 40-ın cəmi də eləyəcək 50 dərəcə. Üstəgəl kosinus 50. 2-dən 2-də 1 ixtisar olundu. Kosinus 30 dağılır. Kök 3 bölünsün 2 minus kosinus 50 üstə gəlinsin kosinus 50 və kosinus 50'lər islah olunacaq. Qalacaq cavab kök 3 bölü 2. Daha sonra kosinus 92 vurulsun kosinus 2 üstə gəlinsin 2'də 1 sinus 4 dərəcə topla 1. Deməli, hasildən cəmə keçid eləsək 2'də 1 kosinus olacaqdı. Açma tərzənin içərisində yazaq. 92 ilə 2'nin cəmi 94 üstə gəl. Bir dəfə də onların fərqi 90 plus 2'də 1 sinus 4 dərəcə üstə gəl 1. Kosinus 90 0 alır. Bu getdi 0'a. Kosinus 94'ü çevirməklə gətirək sinusa. Əgər biz kosinus 94'ə 90 üstə gəl 4 kimi baxsaq, bilirik ki, trigonometrik funksiyalar 90 dərəcədə adını dəyişir, olur sinus 2'də 1 sinus 4 dərəcə birinci rübə keçdi və ikinci rübdə kosinus mənfi aldığına görə qarşıda bir mənfi qoyuruq. Üzərinə gəlirik 2'də 1 sinus 4 dərəcə plus 1. Bunlar islah olunurlar. Bir mənfidir, biri müsbət və cavab olacaqdı 1. Başqa bir suala baxaq. Məsələn, sinus 36 vurulsun kosinus 72 hasilinin nəyə bərabər olduğunu istəyir bizdən. Hər ikisi birinci rübün bucağı. Alfa 2 alfa olduğuna görə cavab 4'də 1 olacaqdı. Bəs bunun niyə cavabın 4'də 1 olduğunu gəlin sizə göstəreyim. Sinus 36 dərəcə vurulsun kosinus 72 dərəcədir. Elə deyilmi? Əgər biz bu misalı hər tərəfini kosinus 36'ya 2 vurulsun kosinus 36'ya vursaq və bölsək. Gəlin vuraq. 2 sinus 36 kosinus 36. Vur kosinus 72. Böl kosinus 36. İkisi ilə bir yerdə. Bu bizə sinus 2 alfanın açılışını verəcək. Yəni 2 sinus alfa kosinus alfa sinus 2 alfaya yığılır. O da sinus 2 vur 36'ya yığılır. Yəni sinus 72. İndi isə gəlin başqa bir nümunəyə baxaq. Kosinus 36 vurulsun kosinus 72 hasilinin nəyə bərabər olduğunu. Bizim verdiyimiz qaydaya əsasən kosinus 36 vur kosinus 72 4'də 1'ə bərabər olmalıdır. Alfa 2 alfa formasında olduğu üçün. Gəlin indi onun ispat eləyək, göstərək. Əgər bu düsturda kosinus 36 vur kosinus 72'də 2 sinus 36 dərəcə olsa, o düstura yığılacaq. Sinus 2 alfaya yoxdur. Gəlin biz özümüzdən əlavə eləyək. 2 vurulsun sinus 36 vur kosinus 36. Kosinus 72'də olduğu kimi qeyd edirik və eyni zamanda 2 sinus 36'ya da bölürük. Çünki özümüzdən gətirmişik. Bu da sinus 2 alfa olan sinus 72 dərəcəyə yığılır. Sinus 72 vurulsun kosinus 72 bölünsün 2 sinus 36. İndi isə əgər qarşıda 2 olsa o yenə düstura yığılacaqdır. Gəlin baxaq. Gətirək qarşısına bir 2 qoyaq. Amma eyni zamanda məxrəcdə də qoymaq lazımdır. Çünki əlavə bir ədəd daxil eləmişik misala. 2 vurulsun 2 sinus 36'ya. 2 sinus 72 kosinus 72 bizə sinus 144 dərəcəni verəcək. Bölünsün 4 sinus 36. Deməli, çevirmə düsturlarının köməkliyi ilə istifadə edək. Sinus 144'ü çevirək. Sinus 180 çıxılsın 36 kimi yazırıq. 4 sinus 36. Sinus 180'da adını dəyişmir. Olduğu kimi qalır. Və ikinci rübün bucağında da müsbətdir. Sinus 36'lar ixtisar olunacaq və qalacaq cavab 4'də 1. Trigonometrik toplama düsturları və onlara aid olan misallarımız da bu qədər. Sağ olun.